Təqnə xanım, qadınlarda saç tökülməsi zamanı ilk öncə hansı analizlərə baxılmalıdır? Aha. Ümumiyyətlə saç tökülmə varsa, birinci növbədə qalxanabənzər vəzi yoxlanılmalıdır mütləq şəkildə. Yəni əsasən Hashimoto dediyimiz xəstəlikdə saç tökülməsi daha çox olur. Burada yəni qalxanabənzər vəzin həm ultrasəs müayinəsi olunmalıdır, həm hormon olaraq T3, T4, TSH, antitepo, yəni endokrin hormonlar yoxlanılmalıdır. Bununla yanaşı insulin direncində də bu baş verə bilər. Sonra estrogen balansı pozulanda da bu baş verər. Saç tökülməsi daha çox menopoz dövrlərdə təsadüf edir. Burada hormonal balansın pozulmasından irəli gəlir, estrogen balansının pozulmasında. Sonra hemoqlobin aşağı olanda saç tökülməsinə çox rast gəlirik. Ümumiyyətlə saç tökülməsi varsa, saydığımız endokrin hormonlar, ginekoloji hormonlar, vitamin D mütləq şəkildə yoxlanılmalıdır. Çox sağ olun. Buyurun.